Bugün Zəngilanın işğalından 21 il ötür Zəngilanı itirməklə Azərbaycan nə itirdi? Ləman Ələşrəf qızı işğal edilən sonuncu rayonundan danışır. Zəngilan Azərbaycanın işğal edilən sonuncu rayonudur. Zəngilanı həm də bu rayonda erməniyə qarşı mübarizəni təşkil etmək baxımından Azərbaycanın sonuncu şansı kimi də qiymətləndirmək olardı. Təəssüf ki, Azərbaycan bu şansı da əldən verdi. Deməli, sayca 8-ci rayonu da. Ağır vəziyyətdə olan xəstə kimidir Zəngilan. Nə mənada bunu demək istəyirəm? Yəni ki, artıq bu bütün həkimlər də, bütün hamı əlin üzüb ki, Zəngilan gedir. Çünki Zəngilanın bir tərəfi İrandır, bir tərəfi Kavandır, bir tərəfi Cəbrayıl işğal olunub, Füzuli işğal olunub, Qubadlı işğal olunub. Bütün hər yerdən əlaqəsi kəsilib, Zəngilan tək bir nöqtədə qalıb. Keçmiş hərbiçi Zəngilanın döyüşmədən düşmənə təslim edilməsiyle bağlı deyilənlərlə də razılaşmır. O deyir ki, bu rayonda uşaqdan böyüyə hamı vuruşub, özdə tək Zəngilan yox, həm də qonşu rayonlar uğrunda. Çünki yerli hali yaxşı bilirdi ki, Zəngilanı xilas etmək üçün birinci növbədə Qubadlının, Cəbrayılın kəndlərini əldən verməmək lazımdır. Bunu o vaxtlar cəbhə bölgəsinə ezamiyyətə gedən hərbi jurnalist Rəşid Faxral da etiraf edir. Polkovnik Firidun Şabanovun yerli əhalidən yeni deməli bir bölük yarattığını şahid oldu və icra hakimiyyətinin qabağında həmin bölük yarandı. Onların içində belə deyək ki, əvvəlki çağırışlarda, əvvəlki döyüşlərdə sağlamlıq imkan verməyən cavanlar da var idi. Yaxşı adlamış kişilər də var idi. Hətta deməli onların sırasında avtomat boydan uşaqlar gəlib dayanmışlar o sıralar ki, biz Zəngilanı müdafiə edəcəyik. Hər halda bütün bunlar Zəngilanı əldə saxlamaq üçün yetərli olmadı. Oktyabrın sonlarında artıq Zəngilan tam mühasirədə idi. 34 min insan yalnız Araz çayını keçməklə xilas ola bilərdi. Amma gür sulu arazı keçmək də daha bir ölüm-dirim məsələsi idi Zəngilanlılar üçün. Nihayət problem həllini tapır. Heydər Əliyevin İran hökuməti ilə apardığı danışıqlardan sonra çayın üzərindəki bənddə suyu bağlayırlar. Çayda suyun səviyyəsi aşağı düşür və beləliklə əhali İran tərəfə keçir. O vaxt cəmi 12 yaşı olan Təranə Şükürlü o günləri belə xatırlayır. Arazın qırağında o qədər insan tıxacı, maşın tıxacı var idi ki, hamının əlindən tutub Araza üst tutdu, Araza pənah apardı. 12 yaşlı uşağın yaddaşında bunlar? Bəli, mənim yaddaşımda, çünki bizim yaddaşımız unutmaq tərbiyəsi almayıbdır. Bəlkə də Təranə xanım haqlıdır. Tərbiyəmiz təkcə Zəngilanı yox, işğal olunmuş digər rayonlarımızda unutmağa yol verməz. Amma daha neçə il? Bugün Azərbaycanda Zəngilansız Zəngilanlılar nəsli yetişir. Təsəvvür edin, Zəngilanın üzünü görməyən gəncin 21 yaşı var. Görəsən, torpaqlarımıza qayıtmaq üçün daha neçə il böyüməliyik? Sualımda ritorikadan çox həqiqət var və mən o həqiqəti bu cavan oğlanın 22 yaşlı əlinin gözlərindən oxudum. Zəngilanı şəkillərdən tanıyan bu gənc özünü də əli yox, Alex kimi tanıtdı. Deməli, dəyişirik. Adımız da, özümüz də. Tək ki, ünvanımız dəyişməsin. Adı Zəngilan olan ünvanımız.